Bir xanım yazıb ki, saçımın həcmi azalıq, parlaqlığını itirib, bir də ki uzanmır. Uclarında saç qıram var. Baxın xanımlar, ən etdiyiniz yanlış budur elə. Məsələn, saçınız üçün şampun alırsınız, krem alırsınız, türkə çarı alırsınız, başınıza sürtürsünüz və deyirsiniz ki, nəyə görə saçın belə uzanmır? Uzana bilməz. Bugün sən o saçın kökün hüceyrə səviyyəsinə qidalandırmalısan. Yəni, nə deməkdir bu? Daxilə vitamin içməlisən. Başına 50 cürə vasitəni sürtüb, belə gözəl nəticə ala bilməzsən. Hörmətli xanım, dəyərli, gözəl xanım. Bu xanımın saç aksesuarıdır da, elə deyil. Bu, cavan sağlam görünmək üçün vacibdir. Dodaqdır, qaşdır, burundur. Estetiklə əmələ gətirmək olur. Amma saç elə bir şeydir ki, öz saçların olmalıdır. Ona görə bax, bu formada vitamin səhər-axşam yeməkdən sonra daxilə içilir, başına sürtmürsən. Bunu skrin elə saxla, şəklin göndər, sifariş elə, hər yerə göndəriş çatdırma var. Orijinal bir məhsuldur və təbii tərkibidir. Al, belə uzun saçlara sahib ola bilərsən.